Naxçıvanda iki qadının mübahisəsi dava ilə nəticələnib. Teleqrafın əldə etdiyi məlumata görə hadisə Şərur rayonunun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Əfsanə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sevilə xəsarət yetirib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci döymə maddəsi ilə İttiham elan edilib. Təqsirləndirilən şəxs qismində izahat verən Əfsanə bildirib ki, Şərur rayonunun kəndində yaşayır. 2 ildir kənd mədəniyyət evində xadimə işləyirəm. Çalışdığım yerin yaxınlığındakı mağazada Sevil adlı həmkəndlimlə aramızda tez-tez mübahisələr olur. O əri intiqamla münasibət qurduğumu deyir, halbuki aramızda heç nə yoxdur deyə o ifadəsində göstərib. Əfsanə qeyd edib ki, bu ilin fevralın 18-də təxminən saat 14 radələrində iş yerinə gedəndə Sevil onu görüb. Mənim barəmdə nalayiq ifadələr işlətməyə başladı. Kənarda adamların dayandığını görüb ona heç nə demədim. Axşam işdən çıxıb evimə gəldim. Həyəti süpürəndə Sevilin yolla evlərinə getdiyini gördüm. Onu səslədim. Günorta nə üçün mənə söz atdığını soruşdum. O yenə nalayiq ifadələr işlətdi. Qızım Aysu yanımıza gəldi. Sevil onun saçlarından tutdu, ünvanına nalayiq sözlər dedim. Mən araya girdim. Sevilin saçlarından tuttum. O da mənim saçlarımdan yapışdı. Aysu oradan uzaqlaşıb evə getdi. Sevillə biz dalaşdıq. Bir-birimizi vurduq. Axırda mən yerdən şifer parçasını götürüb onun çiyninə zərbə indirdim. Davamız bitdi. Mən evimə getdim deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, zərərçəkmiş qismində ifadə verən Sevilin sözlərinə görə Şərur rayonunun kəndində ticarət mərkəzində satıcı işləyir. Fevralın 15-də bibim qızı Ləman vəfat etdiyindən 3 gün kənddə olmadım. Fevralın 18-də kəndə qayıtdım. Ticarət mərkəzində işimə davam elədim. Saat 18-də işdən çıxdım, evə gəldim. Yolda qonşum Məmmədlə qarşılaşdım. O televizorumuzda kanalların itdiyini məndən kanalları yığıb yığmadığımı soruşdum. Bu barədə söhbət edə-edə evə doğru getməyə başladıq. Əfsanəgilin evinin önündən keçəndə onun qızı və oğlu ilə küçədə dayandığını gördüm. Əfsanə Məmmədə sən get, mənim Sevillə söhbətim var dedi. Məmməd də getdi deyə Sevil ifadəsində göstərib. Sevilin ifadəsinə görə Əfsanə onu yenə oradan buradan haqqında danışdığı barədə sorğu-sual edib. Dedim, sənin haqqında heç nə danışmamışam. Bunu sənə kim deyir? Qızı mənim üzərimə gəldi, saçımdan tutub yolmağa başladı. Məni yerə yıxıb üzərimə çıxdılar. Əfsanə məndən iri olduğundan ona gücüm çatmadı. Amma qızının saçını yolmağa başladım. Yerdə olarkən bədən və ayaq nahiyəmə zərbələr endirməyə başladılar. Cibimdən necə çıxdığını bilmədim, amma mobil telefonumu Əfsanənin qızı götürüb yerə çırpdı. Avtomobil ilə yaxınlıqdan keçən qonşumuz Səid mənim döyülməyimi gördü, maşını saxladı. Məni onların əlindən aldı. Məni maşına mindirib evimə apardı. Oğlum Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyülməyim barədə polisə məlumat verdi deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Şərur rayon məhkəməsinin qərarı ilə Əfsanə 350 manat məbləğində inzibati qaydada cərimə edilib.